Heç kim disiplinin insanı nə qədər cəlbedici etdiyindən danışmır. Yox, burada söhbət qarın əzəllərindən getmir və yaxud da ki, arıq olmaqdan getmir. Çünki insanı həqiqətən cəlbedici edən görünüşündən əvvəl onun özünə verdiyi sözlərdir. Disiplin o deməkdir ki, heç kim səni izləməyəndə belə özünə verdiyin sözə sadiq qalırsan. Səhər zəng çalınanda 5 dəqiqədə yatım demək əvəzinə ayağa qalxırsan. İdmana yalnız həvəsin olanda yox, ehtiyacın olduğunu bildiyin üçün gedirsən. Su içirsən, çünki bədənin buna layiqdir. Vaxtında yatırsan, çünki sabahki enerjin bugünkü qərarlarından asılıdır. Sağlam qidalanırsan, çünki bədəni cəzalandırmaq yox, ona qayğı göstərmək istəyirsən. Disiplin sənə təkcə sağlam bədən qazandırmır. O, sənin duruşunu dəyişir, danışığını dəyişir, özünə olan hörmətini dəyişir və insanlar bunu hiss edir. Çünki özünə güvən, daxili sakitlik və sabitlik saxta şəkildə yaradılmır. Onlar hər gün təkrarlanan kiçik seçimlərin nəticəsində formalaşır. Mənim fikrimcə disiplin özünü sevməyin ən yüksək formasıdır. Çünki özümü sevirəm demək asandır. Amma bunu hər gün etdiyin seçimlərlə göstərmək artıq disiplin tələb edir. Məhz elə buna görə də disiplin qədər insanı cəlbedici edən başqa bir xüsusiyyət yoxdur. Çünki günün sonunda insanlar mükəmməlliyə yox, özünə sahib çıxan və həyatını şuurlu şəkildə quran insanlara heyran qalırlar. Bəs sən özünə qarşı nə qədər disiplinlisən? Rəylərdə mənimlə paylaş.